Ermənistanda hökumət əleyhinə nümayişlər davam edir. Son günlər intensivləşən aksiyalarda yüzlərlə aksiyaçı saxlanılıb. Aksiyalar kütləvi hal aldıqca polis zorakılığı da artır. İrəvanda radikal terrorçu Daşnak müxalifətin olum və ya ölüm devizi adı altında keçirilən mitinginin 3-cü günü də gərgin keçib. Bugün aksiyalara tələbələr də qoşulub. Aksiyanın əsas təşkilatçılarından biri Daşnak Sütun Partiyasının fəal üzvü İşxan Sağateliyan tərəfdarlarına müraciət edərək nəyin bahasına olursa olsun İrəvanın Azadlıq meydanında və hökumət binası qarşısında toplaşmağa çağırıb. Bu çağırışdan sonra etirazçılar İrəvan şəhərində hərəkəti məhdudlaşdırmaq üçün giriş-çıxışlarda yolları bağlamağa cəhd göstəriblər. Əsasən şəhərin giriş qapıları olan İrəvan Göyçə, İrəvan Üçkilsə, İrəvan Ellər və İrəvan Uluxanlı istiqamətində magistral yollarda sədlər quraraq oturaq aksiyalara başlayıblar. Nəticədə hava limanına gedən yol da bir müddət bağlı qalıb. Yalnız əraziyə polis qüvvələri cəlb edildikdən sonra nəqliyyatın hərəkətini bərpa etmək mümkün olub. Hazırda etirazçılar İrəvan şəhərinin mərkəzi küçə və prospektlərini yenidən bağlamağa cəhd göstərirlər. Bu isə vaxtaşırı polislə toqquşmalara səbəb olur. 44 günlük müharibədə itkin düşən 287 əsgərin valideynləri isə Ermənistanın baş prokurorluğu qarşısına toplaşıblar. Onlar övladları barədə heç bir araşdırma aparılmamasından narazıdırlar. Baş prokuror Artur Davityanla görüş tələb edən valideynlər əks təqdirdə prokurorluq binasının həyətində çadır qurub gecələyəcəklərini bildiriblər. Xatırladaq ki, Nikol Paşinyanın Azərbaycanla sülh sazişinə dair açıqlamasından sonra başlayan nümayişlərin əsas təşkilatçıları Daşnak Sütun, Şərəfin var, Hayastan kimi partiya və fraksiyaların üzvləridir. Erməni mətbuatı aksiyalarda iştirak edən yüzlərlə etirazçının saxlanıldığını, polislə toqquşmada yaralıların olduğunu bildirir. Aydın Eyvazov, Rüstəm Mikayılzadə, Vüsal Qaraca, ASTV Xəbər.